Məsələn, Norveçdə tətbiq olunan maraqlı bir model bu baxımdan həqiqətən də çox diqqəti cəlb eləyir. Bu sistem, deməli, bu sistemdə universitet tələbələri orta məktəb şagirdləri ilə dərsdən sonra birlikdə vaxt keçirdir. Onlara həm dost, həm də bələdçi olurlar. Maraqlıdır. Bəs görəsən, bu sistem Azərbaycanın təhsil sistemində də tətbiq olunsa, daha doğrusu bu metod şagirdlər üçün doğrudan da çox maraqlı olar və onlar bunu necə qarşılayarlar? Bu barədə danışacağıq. Belə bir ideya olsa yaxşı olur. Çünki məktəb yaşında uşaqları gələcək planlarına uyğun məsəl üçün yönləndirmək olar. Biz indi beynəlxalq münasibətlər tələbəsiyik. Yəni siyasətlə daha çox xarici siyasət olsun, onunla əlaqəliyik. Yəni belə məsəl üçün bəli, orta məktəbli uşaqlarla gəzintilər aparıram, söhbətlər aparıram. Nə bilirsiz, bəlkə gələcəyin deputatları, gələcəyin diplomatları da uşaqların arasından çıxa bilər. Bakalavr tələbələri də, eyni zamanda magistraturunu bitirən tələbələr də ibtidai sinif şagirdlərindən vaxt keçirsə, məncə daha səmərəli olar. Həm bir növ elə bil ki, ibtidai siniflərə biraz təhsil baxımından köməklik edə bilərik, həm də gələcəkdə biz özümüzdə valideyn olduğumuz zaman, yəni bizim üçün bir avantajdır bu. Mən çox istəyirəm ki, Azərbaycanda belə bir şey olsun. Bu model qeyri-formal təhsilin uğurlu nümunələrindən biri hesab olunur. Universitet tələbələri könüllü və ya proqram çərçivəsində məktəblilərlə bir araya gəlir. Onlar birlikdə dərslərini təkrar edir, gəzintiyə çıxır, idmanla məşğul olur. Hətta birlikdə yemək yeyirlər. Bu yanaşmanın əsas məqsədi uşaqların özlərini tək hiss etməməsi, sosial mühitdə daha rahat inkişaf etməsidir. Bu isə şagirdlərin motivasiyasını artırır, onların gələcəyə baxışının düzgün formalaşmasına şərait yaradır. Ən diqqət çəkən məqamlardan biri isə proqramın maliyyə tərəfidir. Bu fəaliyyətlər üçün tələb olunan xərclər dövlət tərəfindən qarşılanır. Beləliklə, hər bir uşaq sosial vəziyyətindən asılı olmayaraq bu imkanlardan faydalana bilir. Norveç təhsil sisteminin tətbiq etdiyi bu model müasir təhsilin ən böyük problemlərindən biri olan nəzəriyyə ilə praktika arasındakı uçurumu qaldırmaq məqsədi daşıyır. Bu prosesə, bu proqrama üç tərəfli fayda modeli kimi biz baxa bilərik. Gələcəyin müəllimi və ya psixoloqu olacaq universitet tələbəsi üçün uşaq psixologiyasını artıq dərsliklərdən, nəzəriyyədən deyil, real iş mühitindən, uşaqlarla keçirdiyi vaxtdan, kitabxanalardan, oyun zallarından öyrənir. Həmçinin biz şagird tərəfindən bu modelə biz baxsaq, görərik ki, bugünkü gündə uşaqlarımız rəqəmsal asılılığı, telefon bağımlılığı çox yüksək həddə çatıb və bu proqram vasitəsilə bu problemlərin həlli istiqamətində bir sıra addımlar atıla bilər. Mütəxəssislər bildirir ki, bu cür proqramlar uşaqların psixoloji sağlamlığına müsbət təsir göstərir. Onlar dərsdən sonra vaxtlarını daha səmərəli keçirir, texnologiyadan asılılıq azalır, real ünsiyyət bacarıqları isə güclənir. Valideynlər də bu sistemdən razıdır. Çünki uşaqlar evə qayıdarkən gün ərzində yaşadıqları müsbət təəssüratları böyük həvəslə paylaşır, daha xoşbəxt və daha enerjili görünürlər. Bildiyiniz kimi bizim ölkədə geniş könüllülük ənənələri və kifayət qədər bizdə tələbə potensialı var ki, bu pedaqoji mentorluq proqramı çərçivəsində pilot layihə kimi bu modeli biz tətbiq edə bilərik ki, ali təhsil müəssisələri və məktəblər arasında sıx əməkdaşlıq olmalıdır ki, bu model uğurlu şəkildə tətbiq olunsun və bu model tətbiq olunarkən həm təhsilin keyfiyyəti artacaq, həm də gənclərimiz erkən yaşdan peşəkar vərdişlər qazanacaqlar. Artıq biz təhsili dörd divar arasından çıxardıb real həyata inteqrasiya etməliyik. Norveç nümunəsi bir daha göstərir ki, dövlət, valideyn və tələbə əl-ələ verdikdə müsbət bir nəticələr ortaya çıxır. Bizim ən böyük problemimiz nədir? Tələbələrin real iş mühitinə gec adaptasiyası. Biz bunu əvvəlcədən artıq tələbə təhsil aldığı dönəmdən bu prosesə başlayacaqsa, kifayət qədər artıq əmək bazarına daha hazır olacaq və peşəkar vərdişləri daha tez qazanacaq. Məktəbin missiyası təkcə savad vermək deyil, eyni zamanda şəxsiyyət yetişdirməkdir. Norveç nümunəsi göstərir ki, düzgün yanaşma ilə məktəbdən sonraki saatlar belə uşaqların həyatında böyük fərq yarada bilər. Bəlkə də bu model digər ölkələr üçün də ilham mənbəyinə çevrilə bilər. Aytac Əsədova, Seymur Səmədov.